Rusiyada Azərbaycanlı kriminallar arasında yenidən savaş başladığı haqda xəbərlər artmağa başlayıb. Rusiya mediası yazır ki, savaşda qanuni oğru Ülfət Tağıyev, Rufo Gəncınski, Namiq Caniyev, öldürülmüş qanuni oğru Rövşən Caniyevin qardaşı və Zaur Əhmədov, Rövşənin qohumu birgə fəaliyyət göstərirlər. Onlara qarşı duran tərəf isə Namiq Səlifov, öldürülmüş qanuni oğru Nadir Səlifovun qardaşı və ona dəstək verən kriminal general Vaqif Süleymanovdur. Vaqif diplomat. Vaqif diplomat ləqəbi ilə tanınan kriminal avtoritet Vaqif Süleymanov uzun müddətdir Rusiyada, xüsusilə də Moskva vilayətində Azərbaycan mafiyasının ən tanınmış və nüfuzlu liderlərindən biri hesab olunur. Musavat.com Publika azza istinadla xəbər verir ki, 2001-ci ildə taclandırılan Vaqif Süleymanov biznes və ticarət sahəsindəki fəaliyyəti ilə də tanınır. Vaqif Mədədoğlu Süleymanov 1965-ci il avqustun 15-də Gürcüstanda anadan olub, uşaqlığı orada keçib. Rusiya mediası onun ya Tiflis ya da Marneuridə dünyaya gəldiyini yazır.